Mən bəzən uşaqlardan soruşuram, hansısa beynimdə bir ideya olur. O ideya ilə bağlı uşaqlardan bir fikirlər alıram. Və görürəm ki, o uşaqların fikri həqiqətən də tam istədiyi mövzunu əks elətdirir. Bizlər bəzən o bariyerlərə görə tamlığı ilə, yəni bu halda səmimi hansı fikir ola bilər, biz ona gedib çıxa bilmirik. Bir dəfə bir 11-12 yaşlı uşaqdan soruşdum. Dedim ki, əgər bir insan intihar eləmək istəyirsə, sən ona həyatda yaşaması üçün hansı sözü deyərsən, nə məsləhət verərsən? O uşaq düşünmədən qayıtdı, dedi ki, mən ona deyərəm ki, bəlkə sabahları daha gözəl, daha maraqlı keçəcək. Bəlkə sabahları daha gözəl bir hallarla, hadisələrlə qarşılaşacaqsan. Nə qədər insan düşünsə də bu fikir bəlkə ağlına gəlməz də. Məsələn, mən sizə versəm ki, bir insan intihar eləmək istəyir, ona nə deyərsiniz? Bəlkə fikirləşərsiniz ki, mən qəliz fəlsəfi biliklərinizə müraciət edərsiniz. Oxuduğunuz hansısa bir psixoloji kitabları yerində çıxarıb 200 manat versən, məncə intiharından fikrini daşındıra bilərəm. Bizdə daha real. Biz elə baxarıq da 200 manat versən, 200 manatı götürəcək yoxsa bir həftədən sonra yenidən cəhd edir. Bir insan ona görə intihar edir ki, bu həyatında məna görmür. Və məna görməməyinin səbəbi bunun cibində 200 manatı olmağı deyil də. Bu deməli yenə də problem ekzistensial problemdir. Bu bəlkə pulsuzluqdan elə fikirləşir. Bəlkə fikirləşir ki, mən o qədər mənasız adamam ki, pul qazana bilmirəm. Yox, bu pulu əslində pulun özü bu bir predmetdir də. İnsan buna gəldiyi bir nəticə var. Bu ola bilsin puldan gəlib, ola bilsin bir çətinliyi var, bir problemi var. Hər bir halda o kökü başa salmaq lazımdır ki, əgər pulsuzluqdan intihara gəlmisənsə, bu intihar üçün ciddi bir arqument deyil. Biz o predmetlərlə hansı ki intiharına və həyatın mənasızlığına bir səbəb görür. Onlarla bu rabitəsini qılsaq insan intihar eləməz. Ümumiyyətlə bizdə gənc yazıçılar tez-tez intihara cəhd edir. Belə insanları siyahıya alsaq, harasa bir 10-15 nəfər çıxar ki, elə yaxın 5-10 ildə bu adamlar intihara cəhd edir. Avtomatiklə fikir yaranır ki, yazıçılar çox düşünməkdən ölür. Ya da ki, pulsuzluqdan ölür. Onda gərək bütün Alman filosofları intihar eləsin, şərq filosofları intihar eləsin. Onlar gecə-gündüz düşünüblər. İbn Sina gərək intihar eləyərdi. Sədrüddin Şirazi gərək intihar eləyərdi, məşhur Əsvar əsərinin müəllifi. Yəni, düşüncə insanı intihara gətirmir. Onlar Kafka kimi düşünürlər. Camus, ümumiyyətlə, intihar eləmədiyi, yəni əslində möcüzədir. Çünki o cür düşüncənin sonu mütləq olaraq intihara gətirməlidir. Nihilist düşüncə sonu intihardır və o cür əsərləri oxuyan şəxs düşünəcək, ancaq yanlış yolda düşünəcək. Deməli, düşüncə bizə intihara gətirmir. Baxır, nə barədə düşünürük və düşüncə istiqamətimiz bizə hara aparır? Uçuruma aparır, yoxsa inkişafa aparır?